My favorite childhood book. Benim sevimli uşaqlıq kitabım. My favorite childhood book is The Very Hungry Caterpillar by Eric Carle. It's a simple, colorful book that tells the story of a tiny caterpillar who is very hungry. As the caterpillar eats more and more food, it grows bigger and bigger. At the end of the story, the caterpillar turns into a beautiful butterfly. What I loved most about the book was its vibrant, eye catching pictures. They helped me imagine the caterpillar's journey and made the story even more fun. I also enjoyed counting the different foods the caterpillar ate, such as apples, pears, and plums. The story is not only fun to read but also educational. It taught me about the life cycle of a caterpillar and how it changes into a butterfly. Even as a child, I could understand the story, and it helped me learn about nature in a simple way. Every time I read this book, I feel excited to see what food the caterpillar would eat next. It's a book that made me happy and taught me a valuable lesson, and it will always be my favorite childhood book. Deməli, my favorite childhood book, mənim sevimli uşaqlıq kitabım The Very Hungry Caterpillar, Very çox hungry ac caterpillar, nədir bunun adı? Qırxayaq. By Eric Carle, Eric Carle tərəfindən yazılmış, Bay tərəfindən. It's a simple, bu deyir çox sadə, colorful book, rəngli kitabdır. That hansı ki tells the story, hekayə danışır of a tiny caterpillar, kiçik bir deməli tırtılın hekayəsini danışır. Who is very hungry, hansı ki çox acdır. As the caterpillar eat more and more food. Deyir, tırtıl it yeyir more and more, daha çox food, ərzaq. It grows bigger and bigger. O grows böyüyür, böyük, bigger and bigger və daha böyük, yəni böyüdükcə böyüyür. At the end of the story, hekayənin sonunda, the caterpillar turn into a beautiful butterfly. Tırtıl turn into çevrilir, beautiful, gözəl butterfly, kəpənəyə. What I loved, nəyi mən sevirəm most, ən çox, about the book, kitab haqqında, was its vibrant, eye-catching picture. Yəni onun şəkilləri, picture bir şəkilləri, eye-catching, yəni nəzərə çarpacaq şəkilləri var. They helped me, o mənə kömək edir. Imagine, təsəvvür etməyimə, the caterpillar's journey, tırtılın səyahətini, and made the story even more fun, even hətta more, daha çox fun, əyləncəli. Made the story, yəni hekayəni hətta daha əyləncəli, made edir. I also enjoyed counting the different food. Mən deyir also həmçinin enjoyed, zövq alıram. Counting, saymaqdan, the different food, müxtəlif ərzaqları. The caterpillar ate, tırtılın yediyi. Such as apples, pears, alma, plums, gavalı. Asan sözləri demirəm. The story isn't only fun. Hekayə only, sadəcə əyləncəli deyil. Isn't only fun. Sadəcə əyləncəli deyil. To read, yəni oxumağa sadəcə əyləncəlidir. But also, həmçinin educational, maarifləndiricidir. It taught me, o məni öyrətdi. Teach, öyrətmək. Taught, öyrətdi, keçmişdə kökündən dəyişir. About the life, yəni həyat haqqında. Cycle of caterpillar, yəni həyatdakı, about the life cycle of a caterpillar, yəni
Tırtıl üçün həyatın necə baş verdiyini, necə dövr etdiyini, how it change, onun necə dəyişdiyini, into a butterfly, kəpənəyə necə dəyişdiyini, even as a child, hətta uşaq olaraq, I could understand the story. Mən hekayəni understand başa düşmək, could understand başa düşə bildim. And it helped me. O mənə kömək etdi. Learn about nature. Təbiət haqqında öyrənməyə. In a simple way, sadə şəkildə, sadə yol ilə. Every time, həmişə, I read this book. Mən bu kitabı oxuyuram. I feel excited. Mən həyəcanlı hiss etdim. To see, görməyə. What food the caterpillar would eat next. What food, hansı yeməyi the caterpillar would eat next, yəni növbəti dəfə yeyəcək. It's a book, bu kitabdır. That hansı ki made me happy, məni xoşbəxt edir. And taught me, öyrətdi mənə valuable lesson, dəyərli dərslər. It will always be my favorite childhood book. O will acaqacaq deməkdir. It will always be, həmişə olacaq my favorite, mənim sevimli childhood book, uşaqlıq kitabım. Sözlərin hər birinin tərcüməsini yazacağam. Sözləri mütləq əzbərləyəcəksiniz.